Və söhbətə başlamamışdan əvvəl deyim ki, telefona yazıram, yəni xəbəriniz olsun. Problem yoxdur. Kökələndən sonra mənə də verərsən. Göndərər hamı. Sonra beyyətdən söhbət eləməyə gəlmişəm. Bu haqda sizdən əvvəl də söhbət eləmişik. Amma bugün Şeyx Sabinin dəlləri əsasında söhbət edəcəm. Yəqin ki, bilirsiniz də, 4 cümə axşamıdır ki, Şeyx Sabit beyyət haqqında mucize edib, sağ olsun, Allah'a etsin. Biz də elmimizi artırırıq sayəsində. Sizin əqidənin gətirdiyi dəllərin əleyhinə də dəlil gətirib. Qərara gəlmişəm ki, özüm axtarış aparım, maraqlı mənasında görüb. Nələr gətirib, deyə görəyəm. Atdığı mucizelərdə iştirak edə bilməmişəm. Ancaq sağ olsun qardaşlar, telefonu zapis ediblər. Qulaq atmışam dövrünə. Şeyx Sabinin gətirdiyi dəlləri də yazmışam burada, indi deyəcəm bilir sizə. Bu nəyə baxır? Keçkinə görə mətləb. Orada konkret dəllər deyəcəm. Dəllər deyəcəm sizə. Hədisi İmam Zəhra Sadiq əleyhissalamdan gətirir. Dəlilin məzmunu da budur ki, imama etiqad təslər kifayətdir. Şeyx Sabit deyir ki, bu elə imama beyyət. Yəni etiqad təsləsən kifayət edir ki, beyyət eləmişsinsən. Beyyət ayrı şeydir, etiqad ayrı şeydir. Əgər etiqad bəsləmək beyyət olsaydı, Salmanı da, Əbazəri də, Miqdarı və hətta Ələleyhissalam. Şəxslərdən gücdə etiqad olan şəxs vardı, Peyğəmbərə. Gücdə etiqad kifayət edirsə, onda niyə bu şəxslər Peyğəmbərə beyyət elədilər? Deməli, hətta ən güclü etiqadı olan kəsində öz dövrünün ilahi rəhbərinə beyyət eləməsi vacib. Buna görə Zavidin gətirdiyi bu dəlil beyyətə kifayət eləmir. Sonra hansı dəlil var? Bunu qardaşlar, açıq başa düşmərəm, sən deyirsən aydın oldu etiqad. Yəni, misal üstə Ələleyhissalamdan gücdə etiqad olan vardı, bir kəsin ki, Peyğəmbərə. Yəqin ki, yox. Bu gücdə etiqad kifayət edirsə, ondan niyə bu şəxslər Peyğəmbərə beyyət elədilər? Deməli, ən gücdə etiqad olan şəxsində Peyğəmbərə, yəni dövrünün ilahi rəhbərinə, Allahın ki, təyin elədiyi rəhbər var o öz dövrü üçün. Buna beyyət eləməsi vacibdir. Yəni, buna dəxli yoxdur. Təmiz. Sonra bir əsaslı dəlil var mı? Sonra var qardaşım, ikinci dəlil əhd duasındadır. Şeyx Sabit deyir ki, əhd duasını oxuyursan və duanın axırında orada bir yer var ki, əli və əlini üstə qoyursan. Sağ əli sol əlinin üstünə qoyursan. Yəni, burada məqsəd beyyətdir. Bu şeyi əmələ gətirsən, beyyətdir. Beyyət eləmişsən. Orada deyirsən ki, duanın içindədir. Ey Rəbb, bu mənim İmam Zəman əleyhissalamın boynumda olan beyyətdir. Bu da beyyətin bir növüdür. Zavid beyyəti vacib bilir, ya yox. Beyyəti hamı vacib bilir, o heç. Zavid özü də deyir ki, beyyətin vacibini inkar edən şəxs müsəlmandır. Bu hamımız bilirik. Beyyət vacibdir. Başa düşdüm. Zavid olmasın, başqası olsun və ya kimlər ki, o fikirdədirlər, onlar olsunlar. Əsas beyyətə gətirilən dəlildir şərt. Bax ki, vacib beyyət budurdur. Vacibi tərk eləmək günah kəbirədir, cəzası da cəhənnəm olur. Əgər Şeyx Zavidin dediyi vacib beyyət budursa, niyə əhvasını oxumaq vacibdir və beyyət budur deməyiblər bu günə qədər? Məhz bunun nəticəsində ata-babalarımız beyyətçi dünyadan görürlər. Doğrudandır. Və sonda kimdir müqəssir? İkincisi, hər hansı müştəhid Zavidin dediyi bu əhvasını, beyyətin usul olmağına fətva verirsə, bu cam-ı şəraitdir. Çünki cam-ı şərait bütün şəraitlərin nəzərə alıb fətva verir. Əgər əhvası beyyətin usul olsaydı, gərək cəmiyyətdə hamı savadlı təbəq olardı. Çünki cəmiyyətin çox hissəsi avam kütlə olduğundan, yəni bunların içində ərəb dili bilməyən, oxumağı, yazmağı bacarmayan, hərf tanımayan kəslər olduğundan həmin bu kütlə beyyət edə bilməz və bu dünyadan beyyətsiz gedər. Ancaq biz ki deyirik ki, beyyətin usulu şəhadətdir. Yəni, Mövlana Məhdiyən Hüccətullah deməkdir və bu beyyət təzələmək üçün ən münasib zəmin azam və iqamədir. Bu avam da bunu avam deyə bilər, alim deyə bilər. Yəni, bütün şəraitləri ödür. Bu dediklərimə əsasən, əhvası heç vaxt beyyətin usulu ola bilməz. Və yaxud, vacib bilirlərsə, hökmlər şamını desinlər bizə. Ya da biz ikimizi bilirsə olur. Cəmaat bilsin iş. Üçüncüsü, bu
dediyin dəlil, bayaq dediyin etiqad bəsləmək beyyətə kifayət dəlilini təşkil edir. Bəli. Çünki etiqad bəsləmək kifayət edirsə, əhlakı yoxdur, əl-əl üstünə qoymağa nə ehtiyac var? Doğrudan da O imamla böyle ilə beyyət ediblər. Bir dəqiqə deyim də, bu imamın tərəfdə olmağı ilə əlaqədardır. Necə? Başa düşməz. İmamın tərəfdə olmağı ilə əlaqədardır. Qardaş, misal çəkəcəm indi savab. Vez qərarını qeybə iman gətirən şəxs. Bəyən Peyğəmbərə böyle ilə beyyət edir. Və ya Peyğəmbər Allaha böyle ilə beyyət edir. Özdə Allah mütləq beyyətdir. Peyğəmbər qədrxunda özü buyurur ki, ey cəmaat, mən Allaha, Əli isə mənə beyyət etdi. Və yaxud, çoxlarından eşdirik ki, beyyətin üsulu fərəz duası oxumaqdır, salamdır, salavatdır. Bunlar belə həmin qismlər. Bu, Şeyh Sazın gətirdiyi dəllərin içində də vardır. Fərəz duasını oxumaq, salam, salavat, bunlar orada da var. Dəllərdə var bu şey. Deyilənlər elə fərəz duası oxumaq üçün də ümumiyyətlə yadınızdan çıxartmayın ki, fərəz duasıdır, salamdır, salavatdır, bunlar müstəhəb, beyyətsə vacib. Yenə də deyirəm. Qardaşım icazə ver, birini də mən deyim. Birini də mən deyim. Allah Peyğəmbərə də, İmam Əleyhisselamlara da salam da göndərir, salavat da göndərir. Cavidin dedindən sonra belə çıxır ki, Allah Peyğəmbərə, İmam Əleyhisselamlara beyyət edir. Bir dənə söhbət görürəm, mənsiz bu nədir? Mənsiz yoxdur, qardaş. Siz deyirsiniz ki, qardaş, dua oxumaq, salam, salavat, bunlar müstəhəb. Həri, Hristiyan, qardaş. Belədirsə, qardaş, azan da müstəhəb. Siz də beyyəti azanda edirsiniz, düzdür? Həri, buna nə sözünüz? Azan da müstəhəb. Qardaş, beyyətin üsulu şəhadət verməkdir. Yəni, əşhədü ənnə mövlana mehdiyən hüccətullah. Azan isə bu beyyət təzələməyin ən münasib zəminidir. Beyyətin üsuludur. Bu arada telefonda söhbətlər var. İstəyirsən uşaqlar telefonuma köçürdərlər də. Söhbəti deyin, qarışdırın. Söhbəti deyin günlərə. Problem yox. Başqa əsaslı bir dəlilin varsa, Var, Bunlar belə bir dəlildir. Bir dəqiqə qardaşım, qeyd eləmişəm burada. Buyur. Bir dəqiqə baxın deyirəm sizə. Dəlilin biri də məzmunu bundan ibarət idi ki, yəni burada yazmışam. İmam Zaman Aleyhisselamın vilayətini və imamətini qəbul edilmək. Qardaş, elə bu birinci dediyin dəlilindən eyni şeydir. Yəni, hər hansı imamın imamətini, vilayətini qəbul etmək, elə həmin imamı etiqad bəsləməkdir. Buna da bayaq cavab verdi, bu bilirsən nəyə oxuyur. Aşığın sözü tutaranda dalay deyir. Doğrudan. Bir dəqiqə, mən deyim də sözüm, belə düz çıxmır. Bax, birincisi, bunu belə deyir ki, İmam Zaman ağanın qeybə çəkildiyi yer ki var, o şeydə, Sərdabda. Samirədə. Sərdabda beyyəti təzəlmək məqsədi ilə bunu oxuyursan. Aydındır. Bu ona aiddir. Belə beyyət təzəliylə, qardaş. Bəlkə mənə ömrü boyu qismət olmaz o ziyarət edir. Heç bəlkə birinin ayağı yoxdur, əzasının ağrıdır. Beyyəti yoxdur. Beyyətin təzəliyəsən. Halbuki, İmam Zaman Əleyhisselam olunan beyyət, İmam Cəfər Sadiq Əleyhisselam əhvasında dediyinə əsasən, hər gün və gün ərzində təzələnməlidir. Birincisi, qardaş, Şeyh David deyir ki, əhvasının sənədləri yoxdur. İkincisi də ki, necə yəni sənədi yoxdur? Bir bu boyda ayətullahlar öz kitablarında əhvasını yazıblar. İndi deyirsən, sənəd olmayan duanı yazıblar kitablarında və cəmaatı sənəd olmayan bir duaya əməl elətdiriblər. Yox, qardaşım, sözümün dalı var, qulağısını olmuşsan. Birincisi deyir ki, əhvasının sənədi yoxdur. Sonra deyir ki, cəmi bir yerdə var, o da şeydədir, Biharlan var da. O da duanı nəql edən rəvlərdən bir birisi və ən əsası imama birləşən ravinin məhsul olmasına görə sənədi zəif sənəddir. Deyir, birinci sənədi yoxdur, ikinci də sənədi var, zəifdir. Sözlər bir-birini elə təksib edir. Bax, hədis Qurana mütabıq gəlirsə, deməli səhih. Əsas səncə bunlar Şeyh Davidin fikrində ya, bu Qurana mütabıq gəlmir. Yox, qardaşım, bir dəqiqə bilməsən. Deyir ki, Quranda var. Sadəcə İmam Allahın sözünü başqa formada deyir orada. Özü də Tövbə surəsində 111-ci ayənin misal çəkdir. Bu ayə də tanışır. Əgər Qurana mütabıq gəlirsə, getdi də.
Quranla mütabiqsə, tutacaq. Burada başqa söhbət olmaz. Nəinki əsasında, bəlkə də 10 dənə dualarda, ziyarətnamələrdə var ki, hər gün onunla bağladığım əhdimi, ərdimi və boynumda olan beyyətimi təzəliyirəm. Sözlərinə rast gəlir. İndi keçək deyilən dəlilər ki, o ki deyirsən ki, ya İmam Zaman Ağanın qeybə çəkildiyi yerdə, yerə gedəndə beyyət təzəliyirsən. Bu dəlildir. Əgər elə olsaydı, cəmaatın çoğu boynunda olan beyyət təzələmək şərtinə belə gətirə bilməzdir. Bəs yaxşı qardaşım, buna da sözüm var. Siz deyirsiniz ki, bugün fəqət İmam Zaman Aleyhisselam'a beyyət lazımdır. Hayır, İmam Zaman Aleyhisselam'a. Dövrün imamına görə deyir. Siz belədir. Ancaq Şeyx Davud öz mucizələrində də açıqladı ki, nəinki İmam Zaman Aleyhisselam'a, hətta Əhl-i Beytə beyyət lazımdır. Sən də söhbətə bax. Və bu şeyə əməl edir. Qoy bu suala mən cavab verim, qardaş. Bu cavablayın birinci mucizəsinə qulaq asmışam. Özü deyir ki, İmam Cəfər Sadiq əleyhissalam bu duanı təlim məqsədi ilə deyib. Çünki elə olmasaydı, belə çıxır ki, Həzrət İmam Cəfər Sadiq əleyhissalam İmam Zaman əleyhissalama beyyət eləmiş olur. Bunlara dəlil gətirir ki, həmin dövrdə itaəti vacib olan İmam Cəfər Sadiq əleyhissalamdır və beyyət İmam Cəfər Sadiq əleyhissalama olunmalıydı. Çünki bir dövrdə itaəti vacib olan iki imam ola bilməz. Bəs necə olur ki, Cavid bu mucizəsindən sonra qayıdıb deyir ki, bütün Əhl-i Beytə beyyət olunmalıdır. Yenə də öz sözünü həkib edir. Hədislərdə də var ki, yer üzündə 2 nəfər də qalsa, ondan biri rütbətdir. Çünki İslamda 2 hakimiyyətçilik yoxdur. Bir ilahi rəhbər dünyasını dəyişdi, müsəlmanlara vacibdir ki, ondan sonraki Allahın təyin elədiyi rəhbərə beyyət eləsinlər. Necə ki, gəldilər İmam Hüseyin əleyhissalamın yanına ki, ağa, gəl sənə beyyət eləyək. Dedi, yox. Gedin, qardaşım İmam Həsənə beyyət eləyək. Çünki mənim özümün də ona beyyətim. Ancaq bugün hər kəsə vacibdir ki, İmam Zaman əleyhissalama beyyət eləsin. Və bu beyyətdə bütün Əhl-i Beytə kifayətdir. Nəysə, bu bayaqdan 5-6 cür beyyətlər sahib deyirsən, Zaviddir da, Zavид deyir ki, bunun hamısını, bunun o Zavidin dediklərinin hamısına Əli Aleyhisselamın bir kəlməsi kifayətdir ki, Nəsr Bəlağələ deyir ki, 7-ci məktubdadır. Beyyət bir deyil, 2 ola bilməz. Buna başqa bir şey qatıla bilməz. Amma gör, Zavid bayaqdan nə qədər 5-6 ilə beyyət növü sahibdir. Bəs yaxşı qardaşım, bir dəqiqə özür istəyirəm. Deyə görə. Beyyət bu qədər vacibsə, niyə şəriətdə yoxdur? Şeyx Davud da deyir ki, o şey şəriətdə yoxdur, şəriətə gətirmək bidətdir. Onda belə çıxır ki, İmam Cəfər Sadiq əleyhissalam hüküm məktəbini qoyan şəxs. Bizi qeyri-şəhəri iş görməyə çağır. Estağfurullah. Bu nədir? İndi mən demirəm, səndir. Nədir? Beyyətin şəriətdə olmamağını müqəssiri kimdir? İkincisi, bidət dində olmuyor, dinə gətirilən şeyə deyirlər. Bəyən nədir, bu beyyət dində olmuyor. Deyirsən, bu qədər vacibdir, vacibdən də vacibdir. Elə vacibdir ki, zamanın imamına beyyətin olmasa, heç bir əməlin qəbul olunmaz. Hətta zamanın imamına beyyəti olmayan hər bir kəs, istər alim ola, istər avam, dindən kənar. Şayət nədir? İslamdır. Əgər bu qeybət zamanı beyyətin üsulunu bilməməzlik üstündən olmuş olsa belə. Bəs yaxşı qardaş, bu boyda sizin dəliliniz, sübutunuz var. Niyə deyib onun özündə söhbət eləməmişsiniz və yaxud niyə eləmirsiniz? Qardaş, bizim o ilə söhbət eləməməyimiz nə qorxumuzdandır, nə də biliyimizin artığından. Bu işdə mütləq bir xeyir var. İnşallah onun da vaxtı gələr, onu ilə də söhbət eləyərik. Hər şeyin bir vaxtı, bir vədəsi var. Yəni ki, bu şeylərin söhbətlər olunacaq onu ilə də. İnşallah, inşallah. Zərf bağışlayın. Alo.